Hoş gördük. Bugün özümün bir dənə fərqli dolmam. Bütün növ dolmaların bükülüş formasını canlı yayımda gösterdim. Başka cürə varsa siz de çekip atabilirsiniz. En sevdiğim budur. Bu öz ideyamdır. Çox da qəşəng olur. Qeyri-adi və demək olar ki, gələn dəfə hamısını belə bükmə fikrim var. Çünkü tez olur. Bir bükmüş. İçi pişir. Dəqiq bilirəm, çox da gözəl olur. Size onu göster. Bükülüş forması belədir. Görürsüz, əti bir kənardan düzürük. Yarpaqları, qoy onu da sizə göstəreyim. Yarpaqları belə ard-arda düzürsüz. Çox təəssüf, çoxunu canlı yayımda bükdüm. Və belə ard-arda düzürsüz. Əti buradan düzüb sonra bükürsüz. Çox qəşəng olur. Burada da hal-hazırda day bükülmüşdür. Sadəcə sizə göstərmək üçün açdım. Belə çox tez olur. Qeyri-adi, fərqli. İçi də pişir. Narahat olmayın. İndi biraz tələsirəm deyə sizə səliqəsiz görünə bilər, amma çox səliqəli də eləyə bilərsiniz. Bişəndən sonra dolmanı qəşəng boşqabda bax bu cürə düzürsüz, ortasına sarımsaq qatıb qoyursunuz. Çox qəşəng olur. Yəni o bəziləri gəlir, ay bu nədir, o nədir, onlar mənim üçün maraqlı deyil. Standart dolmalardan çıxmaq lazımdır. Düzü Dədə Baba formatını saxlayırıq. Keçirəm o bir dolma bükülmə qaydalarına. Mən professional deyiləm, öz bildiyim kimi bükdüm. Yumru dolma, uzun. Sonra burada en çok sevdiğim belə tompuş baton deyirsiniz, nə deyirsiniz o. En balaca dolmalar var burada. Bir dəqiqə. Baxın. Balaca dolmalar. Belə. Hətta lap beləsi də var. Bu sizin özünüzün. Öz istədiyiniz kimi olsun. Öz fantaziyanız. Sonra ne var, ne gösterim. Her cürə var idi, bükmüşəm. Bu forma var. Belə bir forma var. Bu var. Belə də var. Belə xoşlayıram mən. Mən heç çox adam deyir türklər kimi bükürsüz. Türk də bizimkidir. Mən heç o vaxt 90'larda elə bu cürə bükürdüm. Heç onları görməmişdim. Sonra bu da qəşəngdir. Bir sözlə indi burada baxın. Özünüz qərar verin. Bugün bütün növ dolmaları. Bu da çox xoşuma gəlir balaca. Hətta onu belə gömbul da bükənlər var. Şəkil dolması vardı səhifəmdə. Ondan çox xoşum gəldi. Belə balaca bükənlər də var. Bir sözlə hər cür dolma bükmək var. Yəni hər qadın öz bildiyi kimi bükür. Ona görə kimsə gəlib deməsin bu nə formadır, nədir. Hər ərin öz əl dadı var, əl qabiliyyəti var. Öz fikri var. Nə tər istəyirsiniz bükün. Təbii ki, keçmiş Dədə Baba qaydasını da saxlaya bilərsiniz. Amma mən xoşlayıram fərqliliyi. Bu da mənim sizə dolma çəkilişlərim. Bu postun altında hər kəs öz pişirdiyi dolmanı çəkib ata bilər. Və yaxud da ki, gözəl çəkiliş eləyib, yəni şəkillərini atın. Səhifəmizdə artıq 4-cü dəfədir dolma yarışı gedir. Bax belə. Çəkdim, paylaşdım. Bu çox gözəl olur. Gələn dəfə hamısını belə daha da tezləşdirir. Hətta kələmi də belə bükürəm. Çox qəşəng olur. Narahat olmayın. İçi də pişir. Kim hansı formada sevirsə buyurun. Çəkin, atın. Getdim. Özünüzə yaxşı baxın əzizlərim. Allah hər kəsə ürəyi istədiyi ərzağı, ürəyi istədiyi yeməyi yetirsin. Olmayanlara yetirsin. Gördünüz ki, ət yoxdur, qəşəng bulgur, xırda bulgur düyü eləyin, içinə göy ərxi doldurun, elə də bükün. Yəni, hər bir qadın yaradıcı olmalıdır. Şərt o deyil, evdə bu yoxdur, hə, mən bugün heç nə pişirmirəm. Yəni, mən eləyəm, fərqliliyi sevirəm. Bu arada mənim dolma qazanım, çox sevdiyim dolma qazanım. Görürsünüz. Bəziləri orada yazır ki, bu pintidir, nədir? Pintilik deyil. Bu qazanın özünün keçmiş qazandır deyəm. Bu qazanda istəyirsən ən bacarıqsız qadın olsun, onun pişirdiyi dolma onun üzünü həmişə ağ edəcək. Çox qəşəng olur. Dolması, aşı, sabah da bəlkə bunda xaşır pişirdim. Ən sevimli qazanımdır. Bəzən yazırsınız, sifariş götürürsünüz. Mən Ağdamda yaşayıram. Ağdamda sifariş ola bilər, amma mən bunu sifariş üçün pişirmədim. Yəni özüm hər gün yemək pişirirəm, canını açıram belə də.
Ona görə ördək dolması da var satışda. Yenə də istədiyiniz ətdən də sifariş edə bilərsiniz. İstəməsəz canınız sağ olsun. Burada məqsəd sadəcə mənim fərqli dolmalarımı göstərmək idi. Yəni bükdüyüm dolmaları. Ona görə də buna deməyin ki, bu nədir? Bu çox qəşəngdir. Qeyri-adidir, çox da gözəl görsənir. Hələlik getdim. Rəyləri yazanda diqqətli olun. Nə qədər xoş iradlarınızı bildirərsiniz. Müzakirə eləyə bilərik, amma tənqid olmasın. Təhqir olmasın. Əvvəlcə özünüzə hörmət edin, sonra da bizə. Sadəcə məqsədim nədir? Öyrənmək, öyrətmək. Bu qədər.